Salam dəyərli izləyicilər. Yazda təzə üzüm yarpağının tam da mövsümüdür. Təbii ki, mövsümündə yarpaq dolması bir başqa ləzzətli olur. Amma axı bizim xalq yarpaq dolmasını çox xoşlayır. Qışda da bu yeməyi süfrəyə qoymaq üçün xanımlarımız yarpağı müxtəlif üsullarla qışa saxlayırlar. Artıq təcrübəli xanımların öz illərlə sınaqdan keçirib bəyəndikləri, etibar etdikləri qışa yarpaq saxlama üsulları var. Biz də bu illər ərzində o üsullardan bir neçəsini artıq sizinlə paylaşmışıq. Bugün isə daha fərqli, asan, rahat və ən etibarlı üsullardan birini paylaşmaq istəyirik. Əvvəlcə yarpaqları böyüklüyünə, kiçikliyinə görə çinləyirik. Yəni yarpaqların saplaqlarını kəsmədən onları üst-üstə yığıb dəstəkləyirik. Əgər saplaqlar çox uzundursa, onları biraz kəsib qısalda bilərsiniz. Amma tamamilə kəsməyin, çünki saplaqda tuşluq var. Bu da yarpağı yaxşı saxlayır. Dəstələdiyimiz bu yarpaqları iri bir ləyənin içərisinə 1-2 qat yığırıq. 2 qat dəstələnmiş yarpaq düzdükdən sonra üzərinə 2 dolu xörək qaşığı turşular üçün olan yodsuz iri duzdan səpirik. Və eyni bu prosesi yarpaq bitənə qədər davam etdiririk. Dəyərli izləyicilər, zəhmətimizi qiymətləndirmək, kanalımıza dəstək olmaq məqsədilə elə bu dəqiqə 1 saniyənizi ayırın və bu videonun aşağı hissəsinə düşüb orada gördüyünüz barmaq yuxarıya like düyməsinə toxunub videonu like etməyi unutmayın. Hamısını bitirdikdən sonra çaydanı qaynadırıq və 5-6 dəqiqə gözlədirik ki, ilk istiliyi çıxsın. Qaynar-qaynar əlavə etmirik. Daha sonra yarpaqların üzərinə çıxana qədər bu suyu ləyənə əlavə edirik. Və üstündən bir ağırlıq qoyuruq ki, yarpaqların hamısı suya batsın və bu şəkildə yarpaqların rəngi dəyişib saralana qədər gözlədirik. Yarpaqların rəngi dəyişib, su bir qədər soyduqdan sonra yarpaqları dəstə-dəstə götürüb, 2 qatlayıb, əlimizlə bir qədər suyunu sıxırıq və onları təmiz bankalara yığırıq. Yazın görək, bəs siz yarpağı qışa hansı üsulla saxlayırsınız? Hansı üsulla edəndə sizə görə yarpaq daha ləzzətli alınır? Burada bizimlə izləyicilərlə öz üsulunuzu bölüşə bilərsiniz. Məsələn, biz sizinlə 3 üsulla yarpağı qışa saxlamışıq. Hər 3 üsulun 3'ü də çox gözəldir. Biz özümüz də onlarla hazırlayırıq, çox bəyənirik, sizə də məsləhət görürük. Bəs siz bizim üsullardan hansını sınaqdan keçirdib çox bəyənmişsiniz? Tez-tez o üsulu hazırlayırsınız. Şərhlərdə yazın. Burada ümumi 1 kilo 300 qram yarpaq var. Biz bunun hamısını sulu üsulla bağlayacağıq. Bir qədər də götürmüşük. Onu da quru üsulla edəcəyik. Yeri gəlmişkən kanalımızda ən asan üsulla, yəni quru üsulla yarpağın bağlanması da var. Duzsuz, susuz. Yarpaqları dəstələyib yığırsınız bankaya. Qapağını möhkəm kip bağlayırsınız ki, hava çəkməsin. Möhtəşəm, əla qalır. Çox gözəl də rəngi olur. Onu da sınaya bilərsiniz. Kimin ki vaxtı yoxdur, tez hazırlamaq istəyir, o üsulla da eləyə bilərsiniz. Əminəm ki, çox bəyənəcəksiniz. Bu üsul da çox gözəldir. Kimə hansı rahatdırsa, o üsulla da hazırlasın. Artıq heç nəyə ehtiyac yoxdur. Yəni, elə xanımlar var ki, içərisinə kağız yandırıb qoyurlar. Çox əla qalır. Heç bir ehtiyac yoxdur onlara. Elə bağlayırsınız, möhkəm, əla da qalır. İllərlə qalır. Götürdüyümüz 1 kilo 300 qram yarpaq, 4 ədəd yarım kiloluq, 1 ədəd 380 qramlıq bankanı doldurdu. Yəni yarpaqları çox basa-basa sıx doldurmuruq bankalara. Biraz yer saxlayırıq ki, biz bura duz və su da əlavə edəcəyik. Mən çəkdiyim kadrlardan birini bilmədən səhvən silmişəm. Onu şifahi şəkildə sizinlə bölüşmək istəyirəm. Deməli, bankaları yarpaqla doldurduqdan sonra İçərisində su qalma ehtimalına görə bankaları tərs çeviririk ki, bu su axıb getsin. Su axıb getdikdən sonra hər bankaya 1 dolu çay qaşığı duz əlavə edirik. Çaydanı qoyuruq qaynamağa. Çaydan qaynayan kimi qaynar su ilə bankaları doldururuq. Bankaları doldurduqdan sonra bir bıçaqla bankanın içərisindəki havanı çıxarırıq. Görəcəksiniz ki, hava çıxır və bankaların ağzı boşalır. Və bu boşluğu yenidən qaynar su ilə doldururuq. Qapaqları da bir ayrı qabda qaynar suyun içərisində qoymuşuq, sterilizə olsun.
bir qapaqlarını çıxarıb bankaların ağzını kip bağlayırıq ki, hava çəkməsin. Yəqin ki, qapaqların düzgün bağlama qaydasını bilirsiniz. Bilməyənlər üçün bir daha təkrarlayım. Qapağı qoyursuz bankanın ağzına. Saat əqrəbinin əksi istiqamətində bir qədər çevirdikdən sonra cəld saat əqrəbi istiqamətinə çevirib bankanın ağzını kip bağlayırsınız. Baxın, gördüyünüz kimi eləyirik. Bir bıçağı salırıq bankanın kənarlarından, bir neçə yerdən havanı çıxarırıq. Görəcəksiniz ki, su nə qədər azalır. Daha sonra çaydandan qaynar suyu yenidən tökürük bankaya dolana qədər, qapaqlarını bağlayırıq. Belə etmədikdə görürsünüz ki, xanımların başına gəlir. Bağlayırlar bankanı, sonra görürlər ki, nə qədər su azalıb, yarpaqlar qalıb açıq. Hətta bu yaxınlarda bir izləyici bizə yazmışdı ki, məndə belə olub. Belə olmaması üçün bu şəkildə eləyirsiniz. Əgər siz mətbəxdə yenisinizsə, yəni yeni evdar xanımsınızsa, bu videonu diqqətlə izləyib, eyni göstərdiyimiz kimi hazırlasanız, əla nəticə əldə edəcəksiniz. İlk dəfədən çox əla sınanmış üsuldur. Siz də hazırlayın, bəyənəcəksiniz. Əminliklə hazırlaya bilərsiniz. Bu üsulu da sizinlə paylaşmaq istədik, çünki çox əla üsuldur. Siz də hazırlayın. İnşallah mövsümündə sağlıqla açıb süfrəniz üçün dolma hazırlaya bilərsiniz. Bu qədər. Əgər videonu bəyəndinizsə, like etmək də yadınızdan çıxmasın. Görürsünüz ki, yarpaqlar da necə gözəldir. Sapsarı, əladır. Bu qədər. Şərhlərinizi gözləyəcəyik. Süfrələriniz bol ruzulu, bərəkətli olsun. Hələlik.